Dəyərli şagirdlər, hər vaxtınız xeyir. 42-ci sualın həllinə baxaq. Verilən bərabərsizliyi deyir, həll edin. İlk öncə bərabərsizliyin sol tərəfinin sıfırlarını tapaq. X kvadrat sıfırdır. X minus 1 sıfır, X plus 2 sıfır. Buradan X bərabər 0, X bərabər 1, X bərabər mənfi 2. Aha, indi bunları interval üzərində göstərək və ən vacib nəyə diqqət edin uşaqlar? Kvadrat olanda, kub olanda heç dəyişiklik olmayacaq. Amma cüt dərəcəni görəndə işarə təkrarlanacaq. Çünki mənfi olanda təsir eləmir axı. Ədəd oxunda göstərsəm, baxın. Deməli, birinci mənfi 2, 0 və 1. Ayırsaq bunları. Misal üçün, buradan götürürəm 5, 10, 15 və yaxud da olsun 4, olsun 2. Yenə də nə olacaq ifadə? Olacaq müsbət. Düzdürmü? Mənfi artıq 0. Bu aralıqda x kvadratın ifadəsi burada da axı. Düzdür? O zaman təkrarlanır, bu da mənfi olacaq. Bir digəri artıq müsbət oldu. Bizə nə lazımdır? Mənfi. Mənfi hansıdır? Mənfi 2, 0. Birləşmə 0, 1 aralığı. Yəni D bəndi.